Salam, hər vaxtınız xeyir olsun. Satışa yeni bir həyət evi çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 8 sot torpaq sahəsində inşa olunub, 4 otaqdan ibarətdir. Yerdən kürsülü və qoşadaşdır. Sənədi kubcadır, evin və torpağın. Ətrafı tam yaşayışdır. Yerləşdiyi yer Xəzər rayon Buzovna qəsəbəsindədir. Ayda Parkın arxa hissəsindədir. Bura giriş hissəsidir. Qarşısı naveslə bağlanıb. Bağlı bağçalı həyət evidir. Həyətdə 4-ün 7-yə hovuzda inşa olunub. Və burada besetkası, manqalnisi və əldamı da var. Sənəddə paket kubcadır. Evin və torpağın. Ehtiyat su çəninədək quraşdırılıbdır. Həyət üçün hamam və sanitar qovşağı. Hər bir şey düşünülüb bu evdə. Evin 4-bir tərəfinə də keçid mümkündür. Hovuz 4-ün 7-yə inşa olunubdur. Evin ümumi yaşayış sahəsi 160 kvadratdır. Sənəddə qeyd etdiyim kimi kubca, evin və torpağın. Yerləşdiyi yerdə Xəzər rayon Buzovna qəsəbəsidir. Ayda Parkın arxa hissəsidir. Daxil olaq evə. Bura evin dəhlizi. Dəhlizdən otaqlara paylanılır. Tavan hündürlüyü 3.20-dir. Dəhliz, hamam və sanitar qovşaqlar istipoldur. Tam giriyaşa evdir. Sağ tərəfdə mətbəx yerləşir. Pəncərə həyətə baxır, vitraj pəncərədir. Dartma tavan vurulub yuxarıya. Sağda bir otaq. İkinci yataq otağı. Bu yataq otağın daxilində qardirobu və hamam və sanitar qovşağı da var. Və burada hamam və sanitar qovşaq ikisi birlikdə. Aksesuarlar da quraşdırılıb hazırdır. Və burada 3-cü otaq. Hamam və sanitar qovşaq. Aksesuarlar da quraşdırılıb hazırdır burada. Və girişdə solda isə qonaq otağı. Və bu hissənin də hündürlüyü 4 metrədir. Sənəd qeyd etdiyim kimi kubcadır. Yerləşdiyi yer Xəzər rayon Buzovna qəsəbəsidir. Ayda Parkın arxa hissəsindədir. Ümumi 8 sotda inşa olunub, 4 otaqdan ibarətdir. 160 kvadratlıq evdir. Sənəd kubcadır. Qiymət 350.000 manat. Real alıcıya endirim mümkündür. Qiyməti yenidən qeyd edim, 350.000 manat. Əlavə suallarınız üçün nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.